Urfan Bey. Urfan Bey. Bir həmlə ilə dijital marketinqdə senior səviyyəsinə necə yüksəldiniz? Elvin Əskərovun rəqəmsal marketinq təliminə yazılmaqla. Gerisi isə tam olaraq belə oldu. Bir ildən artıq digitalçı kimi fəaliyyət göstərməyimə və artıq aparıcı mütəxəssis olmağıma rəğmən hələ də nələrinsə əksik olduğunu hiss edirdim. Əksik olanlar nə idi? Əsas platformada reklam təcrübəm əlbəttə ki var idi, lakin hər birində yox. AI dayanmadan inkişaf edir, mən isə sürətinə yetişə bilmirdim. Yaşadığım çətinliklərdə isə sənə yol göstərəcək birinin olması bu sektorda həyat qurtarıcıdır. Nə etməliyəm, hansı yolla davam etməliyəm? Mən də Azərbaycanın ən detallı rəqəmsal marketinq təliminə yazıldım və yuxarıda sadaladığım əksikliklər artıq bazarda məni fərqləndirən üstünlüklərimə çevrildi. Unutmadan onu da qeyd edim ki, müəllimin büdcəsi ilə reklam verərək adamı müflis etdik. Sən də bir mesajla müəllimin həyatına çökə, yəni ömürlük rəqəmsal marketinq təliminə qoşula bilərsən. Elə indi mesaj yaz.